Salam müəllimlər, bugünkü mövzumuz muncuq hörmə texnikası mövzusudur. Muncuq dekorativ sənət işləri üçün bəzək əşyasıdır. Muncuqdan bəzək əşyalarının hazırlanma sənəti isə muncuq hörmə adlanır. Deməli, bəzək əşyası olan muncuqdur. Hazırlanma sənəti isə muncuq hörmə adlanır. Muncuqdan bəzək materialı kimi naxış tikmədə, mozaikada və toxuculuqda istifadə olunur. Muncuğun yaranma tarixi. Muncuq ərəb dilində tərcümədə busra və ya busir, yəni saxta mirvari deməkdir. Deməli, muncuq ərəb söz olub, saxta mirvari deməkdir. Romalılar Misri fəth edərkən Rom imperiyasında, sonra Bizansda şüşə və muncuq istehsalını inkişaf etdirdilər. Daha sonra isə bir çox sənət sahibləri ilə yanaşı, şüşə işləri üzrə sənətkarlar da Venesiya köçdülər. Elə bununla da Venesiya Avropada muncuq üzrə əsas mərkəz və tədarükçü oldu. Bu çox uzun bir cümlə oldu. Bunu qısa deyəcəm müəllimlər, yadınızda saxlayın və testdə də düşür. Muncuğun yaranma tarixində ölkələrin ardıcıllığı belədir. Misir, Roma, Bizans, Venesiya və Bohemiya, yəni Şimali Çexiya ardıcıllıq belə gedir. Muncuqla bəzədilmiş çantalar, mücrülər, yastıqlar, geyimlər olduqca dəbli hesab edilirdi. Və 18-ci əsrdə muncuq istehsalında Venesiya rəqib meydana çıxdı. Bohemiya, yəni Şimali Çexiya. Bohemiya isə öz şüşə istehsalı texnologiyası var idi. Geyimin muncuqla bəzədilməsi məşhur olaraq yüksək zövq və var-dövlət əlaməti oldu. Və muncuq hörmənin hansı üsulları mövcuddur? Muncuq hörmənin 6 üsulu mövcuddur. Sadə zəncir düzməsi, qarşıya hörmə, paralel hörmə, ilgəklərlə hörmə, iynəyə bənzər hörmə və xaçvari hörmə. Sadə zəncir düzməsi nədir? Muncuqla işləməyin ən sadə üsulu sadə zəncir düzməsidir. Deməli, çox sadə və bəsit. Sadə. İkinci üsulu isə qarşıya hörmə üsuldur. İki əllə tutulan sapın ortasına bir muncuq dənəsi taxılır. Sonra növbəti muncuq dənəsi sapın istənilən ucuna, məsələn, sağ ucuna keçirilir. Bundan sonra sapın sol ucu sağ ucunun qarşısından olmaqla həmin muncuq dənəsinə keçirilir. Muncuq dənələrinin nizamlı və sıx yerləşməsi üçün sap dartılır və belə davam etməklə iş tamamlanır. Və qarşı hörmə üsulunu yadımızda belə saxlayırıq. Biz kimləsə salamlaşanda qarşı-qarşıya, əllərimizi qarşı-qarşıya verərək salamlaşırıq. Yəni iki əllə. Qarşıya hörmədə açar sözümüz iki əllə sözüdür. Daha sonra sağ, sonra sol. Nizamlı və sıx sözü bizim açar sözümüzdür. Bəs paralel hörmə nədir? Paralel hörmə iki sapla, daha doğrusu bir sapın və ya məftilin iki ucu ilə yerinə yetirilir. Sapın, məftilin bir ucuna növbəti sıra üçün muncuq dənələri düzülür. Sonra digər ucu həmin muncuq dənələrindən birinciyə, yəni qarşıya olmaqla keçirilir. Həcmli fiqurlar üçün həm tilov ipi, həm də məftildən istifadə edilə bilər. Paralel hörmədə açar sözümüz iki sapla. Sözü açar sözümüzdür. Həm tilov, həm də məftildən istifadə edilir. Bəs ilgəklərlə hörmə nədir? Lazımi miqdarda muncuq məftilin üzərinə düzülür. Bundan sonra muncuqların ilgəkdə təsbit edilməsi üçün məftil lazım olduğundan artıq vurulur. Və ilgəklərlə hörmədə açar sözümüz məftil lazım olduğundan artıq vurulur sözüdür. Bəs iynəyə bənzər hörmə nədir? Bu hörmə üsulunda məftilin uclarından birinə sonuncu muncuğu düzdükdən sonra məftilin həmin ucuna əks istiqamətdə yerdə qalan muncuqları keçirmək lazımdır. İynəyə bənzər hörmədə açar sözümüz sonuncu muncuğu sözüdür. Bəs xaçvari hörmə nədir?
Xaçvari hörmə iplə hörmə də adlanır. Əslində ip birdir, amma onun iki ucu da işləyir deyə iplə hörmə adlanır. İp iki ucdan götürülür və ortasına 3 muncuq dənəsi keçirilir. 4-cü muncuq qarşıya hörmə üsulu ilə bərkidilir. Sonra ipin ucu dartılır. Sonra ipin sol və sağ uclarının hər birinə bir muncuq keçirilir. Növbəti muncuq qarşı hörmə üsulu ilə keçirilir. Sap dartılır və proses belə davam etdirilir. Xaçvari hörmədə açar sözümüz 2 iplə sözüdür. 3, 4 sözü bizim açar sözümüzdür. Muncuq hörməyə başlamazdan əvvəl isə biz bunları bilməliyik. İşləmək üçün muncuq və şüşə muncuqlardan istifadə edirik. Muncuqları rənginə və ölçüsünə görə bağlamalarda saxlayırıq. Muncuqlarla toxuma sıx, boşluqsuz olmalıdır. İynələr isə nömrə 1, nömrə 0 olmalıdır. Dərsimizin izahı bu qədər.